Salam, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimizdə home bölməsinin ikinci hissəsini keçəcək. Burada başda buradan qalmışdıq. Gəlin bunu yaratmaq üçün bu nədir? Önəmli yazıların seçilməsi üçün qarşısına mən işarələr qoya bilərəm və yaxud da naxışlar qoyaram ki, digərlərindən seçilsin. Seçirəm buranı, iki cümləni. Gəldim buradan vururam bunu. Baxın, qarşısına işarə qoydu və yaxud da bunu oxla, naxışla əvəz eləyə bilərəm müxtəlif cürdür. Daha sonra bu da həmçinin eynidir. Funksiyası sadəcə burada birdən, sırayla və yaxud da ki, ABC test yazarkən istifadə elədiyimiz kimi ola bilər. Bu əgər aktivdirsə, mən enter düyməsini vurub aşağı düşdükdə bu yenidən yaradacaq bunu. Yəni aktiv olduqda. Baxın, nəsə yazıram. Və yenidən aşağı düşürəm, D variantını əlavə etmiş oldu. Daha sonra burada var silsiləli yazılar, eynən bunu kimidir, lakin konstitusiya maddələri kimi silsilə yarada bilirik bunlardan. Bunu seçdim. Gəlib məsələn, istəyirəm ki, bu altdakı birinci bölmənin birinci hissəsi olsun. Kursoru qarşıda saxlayıb sadəcə tab düyməsini basdıqda bu şəkildə yaranmış olacaq. Yəni bu şəkildə istifadə olunur bu. Daha sonra burada nə var? Yazını sağa sıxmaq da mı sola qaytarır? Mən seçirəm burada. Əsasən ərizə yazanda istifadə edəcəyik. Buradan bunu yazdım və bu şəkildə sağa sıxdım. Lakin sola qaytarır. Bu şəkildə sola qaytaracaq. Bunlar bunun üçün də ərizə yazanda və yaxud da mətnin yerini dəyişmək üçün istifadə olunur. Gəlin burada nə var? Sortlama. Məsələn, jurnallarda istifadə edirik. Necə deyim? Yazıların sırayla, əlifba sırası ilə düzülməsi. Bu şəkildə yazdım, düşdüm aşağı və deyirəm ki, bu əlifba sırası ilə düzülüb. Gələm buradan. Deyirəm ki, əlifba sırası ilə düzülsün. Adresnik bunu vuracam. Baxın, A-dan başlayacaq D-yə doğru və yaxud da ki, deyirəm tərsinə olsun. Əlifba sırasının əksinə bu şəkildə olacaq. Həmçinin bu rəqəmlərə də aid eləmək olur. Məsələn, yazıram 3, 2, 4, 1. Əgərlərim azdan çoxa, çoxdan aza istifadə eləmək istəyirəm. Birdən bunu beləcə işarələyirəm və gələm deyirəm ki, birdən başlasın, 3-ə doğru, 4-ə doğru geçsin. Baxın, sırayla düzdür və yaxud da ki, tərsinə 4-dən başlasın, 1-ə doğru geçsin. Bu şəkildə bunu istifadə edə bilərəm. Daha sonra burada pi işarəsi var. Pi işarəsi nədir? Görünməyənləri, yəni görünməyən simvolları üzə çıxardır, mətnləri, yəni gizli olan hər bir şeyi burada üzə çıxartmaq olur. Buranı düzənləyim. Necə eləyəcəm? Məsələn, hal-hazırda pi işarəsini vursam, burada gəlib abzas işarələrini göstərir. Bu pi abzasını məsələn enter vurduqda bu yaranır yuxarı hissədə. Amma shift enter sətirdən sətirə keçiddir. İndi mən gəlib necə deyirlər? Bir dənə mətn gizlədəcəm. Pi işarəsini söndürürəm. Gəlin buradan bir dənə mətni gizlədirəm. Burada bu cümləni gizlədirəm. Bunu necə eləyəcəm? Font bölməsinin kənarında baxın bu cümlə üç bucaq var. Bunu vuracam ox işarəsinə. Hide gizlətməkdir. Gizlədirəm, vuracam, oku basacam. Mənim cümləm gizlədiləcək. Əgərlərim sizə maraqlıdırsa bunlar nədir? Bunlar eynən burada olan, məsələn, Times New Roman fontdur, stildir, yazının stilləri, qalın yazmaq, italik yazmaq və ölçüdə burada var. Yəni eyni şeylərdir. Sadəcə buradan daha öyrənmə asan olduğuna görə mən üzdən öyrədirəm. İndi bu mətni gizlətdim və deyirəm ki, görsənsin, pini vuracam, görsənəcək. Əgərlərim mən bunu gizlilikdən çıxartmaq istəyirəmsə, gələcəm, yenidən font bölməsindən bu hide'in qarşısındakı oxu söndürəcəm, oku vuracam və bunu da bağladıqda mənim necə deyirlər, cümləm gizlilikdən çıxmış olacaq. Daha sonra var düzləndirmə, sağa və sola düzləndirmə, necə deyirlər, mərkəzə. Yazıların başında mərkəzə də istifadə edirəm, amma yazıların mətnin sənədin növünə görə bu dəyişə bilir. Məsəl üçün deyirəm soldan düzlənsin, mərkəzə doğru düzlənsin, sağdan düzlənsin və hər iki tərəfdən düzləndirmə olsun. Buradan istifadə edirəm bunu. Burada isə sətirlər arası məsafəni düzənləmək olur. Punktla ölçülür. Məsəl üçün artdıqca rəqəmlər burada sətirlər arası məsafədə dəyişmiş olacaq. Burada daha sonra var rəngləmək, arxa fonu rəngləməyi.
Hal-hazırda ağ rəngdədir, amma dəyişir, məsələn, sarı, qırmızı qoya bilərəm. Əgər rəngi silmək istəyirəmsə, no color deyəcəm, rəng silinəcək. Burada çərçivə var. Çərçivədən necə istifadə edirəm? Gələcəm necə altdan və yaxud da üstdən xətt, sol tərəfdən, sağ tərəfdən və yaxud da ki, hər tərəfdən, yəni içində də xəttlər olsun. Daha sonra çərçivə bu şəkildə alınsın. Bunu silmək istəyirəmsə, gəlib no border deyəcəm, silinəcək. Buradan paragraf bölməsindən bu qədər. İndi isə keçək stilə. Stil nədir? Yazı başlıqlarının burada əsasən normalda istifadə edilir. Burada headinglər var, başlıqlar. Başlıqları seçmək üçün istifadə olunur. Mən bunu vurub headingi vursam, bu yəni seçilmiş mətnin başlığıdır, adıdır. Kompüter, yəni Word bunu tanımaq üçün bundan istifadə edirik. Gəlib həmçinin buradan rəngini dəyişib yenidən mərkəzə gətirə bilərik. Bu nə üçündür? Mündəricat yaratmaq üçün, yəni mündəricat yaradan zaman mən bundan istifadə edirəm. Gəldim, yenə rəngini dəyişib mərkəzə qoyuruq. Daha sonra yenidən bir başlıq seçim. Bunu seçdim. Gəldim, headingi vurdum və deyirəm mərkəzdə olsun. Rəngində dəyişmiş oldum. Daha sonra mündəricat yaratmaq üçün gəlirəm sənədimin sonuna. Sadəcə burada sonunda qoyuram. Düşürəm bir pillə aşağı, bir neçə pillə aşağı düşürəm. Buradan reference bölməsindən girib Table of Contents'dən hər hansısa bir menunu seçirəm. Bunu seçdim bu şəkildə. Gəldim, mənim mündəricatım yarandı. Yəni mən buna əllə yazmaq məcburiyyətində deyiləm. Bu cür avtomatik formada yerinə yetirilmiş olacaq. Ctrl-Click vasitəsilə fayl sözünün üzərindən bassam, mən aparacaq birinci fayl bölməsi, fayl, yəni başlığıma. Daha sonra yenə home-a gəldik. Burada nə gəldi? Find axtarış bölməsidir. Məsəl üçün girəcəm buradan. Deyirəm ki, axtarsın fayl sözün. Fayl yazılmalıdır. Seçirəm buradan. Deyirəm ki, fayl sözünü axtarsın. Baxın, fayl sözünün işarələnmiş oldu. Sarı rənglə işarələnmiş oldu. Daha sonra burada var replace. Replace nədir? Əvəz etmə düyməsi. Məsəl üçün gəldim. Burada deyirəm ki, məsələn bunları silim. Elə fayl sözünü deyəcəm ki, əvəz eləsin. Nə ilə? Gəlin, yazaq. Fayl. Fayl sözüdür. Deyirəm, əvəz elə. Rəqəmlə əvəz eləyək. Məsəl üçün 555 rəqəminə əvəz elə və yaxud da ki, başqa bir sözlərlə siz əvəz edə bilərsiniz. Hər hansı bir hərfi də deyə bilərsiniz, əvəz eləsin. Bu bir neçə hərfi əvəz eləyə biləcək. Burada replace bir dənə sözü əvəz eləsin. Replace all bütün sözləri əvəz eləsin olacaq. Burada replace vursam, yox, replace all-la vursam bütün sözləri əvəz edir. 4 dənə söz əvəz olundu. Gəlin, məsələn, yenidən edək. Deyirəm ki, 5-5 sözün rəqəmin keçirsin fayl sözündən əvəz edən fayl yazacağım. Bu şəkildə replace all vuracağım. Sözü əvəz eləmiş olacaq. Daha sonra burada var select all, yəni seçməkdir, select object seçməkdir. Məsəl üçün gəldim select all, qısa düyməsi Ctrl aldı üzərinə gələndə də görünür. Və yaxud da ki, ha Ctrl alını seçdim, ha bunu seçdim, eyni bir şeydir. Gəldim select all seçdim, hər şeyi seçdim. Daha sonra buradan gəlib selection pane nə deməkdir? Yəni hər hansısa bir obyekt varsa, məsələn gəldim buradan obyekt atım. Bir dənə çərçivə atıram bura, bu hissəyə. Bir dənədən buradan hər hansısa bir fiqur atır. Yenidən çərçivə oldu. Çərçivə. Gəlib buradan home bölməsindən selectdən select pane desəm, burada mənim ovallarım 4 və 5 işarələnmiş olacaq. Baxın, buradan da dəyişmə var. Hətta buradan da keçsəm, göz işarə alsın üstünə onu göstərir. Burada göz işarəsini vursam, bunlar gizlənəcək. Açsamsa açacaq və yaxud da hide all gizlər, show all hamısını göstərd də seçə bilərəm. Home bölməsi bu qədər. Home bölməsində hər bir şey izah olundu. Gələn dərsdə görüşənə qədər.